Amma 10, 15, 20, 100, 200, 500 iş yeri açmaq bu hələ şərt deyil. Ölkədə tövlədə işsizliyin həlli istiqamətində əsas məsələ deyil. Minlərlə iş yerləri açılmalıdır. 10 minlərlə iş yerləri açılmalıdır ki, bax bu insanlar hansı axışıb gəlib Abşeron yarımadasında oturuşublar. Bunlar qayıtsınlar, geçsinlər öz kəndində, kəsərində, torpağında yaşasınlar. Əslində dünya təcrübəsi göstərir ki, kənd insanı şəhər insanından daha varlı olur. Ancaq bizdə fərqlidir sanki. Çünki kənd təsərrüfatını... Urbanizasiya bütün dünyada gedir. Əslində bu proses bütün dünyada gedir. Artıq 150 sənayeləşmə başlayandan bu urbanizasiya dünyada gedir. Yəni sürətlə gedir. Artıq statistika ilə 30-cu illərdə dünya əhalisinin hardasa 65% şəhər əhalisi olacaq. 3%-dən 4%-dən başlayıb, artıq gəlib çatır, artıq gedib 65% gəlib çatacaq. Amma bizdə daha böyük sürətlə gedir. Bizdə daha böyük sürətlə gedir. Nəzərə alsaq ki, biz aqrar ölkəyik, natura etibarilə aqrar ölkəyik, 11 il quşağının 9 Azərbaycanın ərazisinə düşür. Kənd adamına deyə bilmirsən, niyə gəlmirsən bura? Çıx get kəndində, toyuğunu saxla, cücəni saxla, malını saxla, heyvanını saxla. Elə argumentlər gətirir ki, sən iqtisadçı olaraq tutursan. Elə dəlillər gətirir ki, orada həyat yoxdur, mən nəyə getmirəm? Gelib burada neyəcəm? Yem baha, örüş yox. Hansı toyuğun cücəni saxlamaqdan söhbət gedir? Yəni, bu məsələlərin üzərinə gəlməliyik, bu məsələlərin üzərinə qayıtmalıyıq.